Salam, hər vaxtınız xeyir. Demək, şifahi xalq ədəbiyyatının ağıllı uşaq. Ağıllı uşaq şifahi xalq ədəbiyyatı nümunəsidir. Nağıldır. Nağıldısa hansı növdədir? Epik növdə. Nağıldısa demək, yəni nağılın əvvəli də, sonu da özünə məxsus ifadələrlə özünə məxsus ifadələr yer alacaq. Məsələn, girişində biri var idi, biri yox idi. Çıxışında göydən 3 alma düşdü. Bu formada, yəni bu ifadələr yer alır. Sonra ümumiyyətlə belə deyim, bu nağılın, yəni ağıllı uşaq nağılının məzmunu ilə səslənən atalar sözləri. Ağıl yaşda deyil, yadınızda saxlayın, imtahanda düşür, suallara düşür. Ağıl yaşda deyil, yaşda deyil, başdadır. Ağıl yaşda deyil, başdadır. Demək, nağılın məzmunu ilə səslənən atalar sözləri budur. Həm məzmunu ilə, həm ideyası ilə yadda saxlayırıq. Sonra ağıllı uşaq nağılında demək obrazlar var. Baş məsləhətçi obrazı, xan obrazı, Əhməd obrazı, qoca obrazı, qocalar obrazı, camaat, yəni camaat ümumi verilir. Ən çox, yəni əsərin baş qəhrəmanı kimdir? Əhməddir. Baş qəhrəman Əhməd. Demək, Əhməd necə biridir? Ağıllı, bacarıqlı. Bunlar hamısı bir-bir testdə düşür. Tədbirli, hazır cavab. Hazır cavablığın biz harda görürük? Dəvə ilə, keçi ilə xanın hüzuruna daxil olduqda xan artıq görür ki, bu hazır cavabdır. Yəni deyir, mən ümumiyyətlə özümdən hündür olan birin istəmişdim və mən baxanda mən ona aşağıdan yuxarı baxım. Əhməd də deyir ki, mən dəvədəyəm, sən də mənə aşağıdan yuxarı baxırsan. Deyir, sən düşəndə axı mənim qıçımdan aşağı olasan. Deyir, kim deyir ki, mən dəvədən aşağı düşürəm? Yəni, orada artıq xan bilir ki, Əhməd hazır cavabdır. Sonra, iradəli, səbirli, qoçaq, xeyirxah. Yaxşı, belə bir sual verim. Əhməddə hansı xüsusiyyət yox idi? Bunların hamısı var. Məsələn, ağıllı idi, bacarıqlı idi, tədbirli idi, hazır cavab idi, iradəli idi, səbirli, qoçaq, xeyirxah, amma bir xüsusiyyət yox idi. O hansı idi? Buraya yazıram. Yadınızda saxlayın. MİQ imtahanına da düşür. Demək, Əhməd təcrübəli deyildi.
Çünki Əhməd sualları ə, kənddə tək qalmış qocadan öyrənir. Və o qoca da məsləhətlərin verir və sualın birini demir. O da deyir ki, o da qalır sənin özünə. Yəni sən gedib Xanın şəhərinə girməlisən, oradan o sualın cavabını tapmalısan. Yəni ümumiyyətlə Əhməd təcrübəsiz idi, təcrübəli deyildi. Bu da belə. Sonra yaxşı, xan necə obraz idi? Xan qəddar idi. Qəddar, hiyləgər və necə acgöz. Acgöz qəddar idi, hiyləgər idi, acgöz idi. Qəddarlığın harda görürük? Məsəl üçün qocaları gətirir zindana saldırır. Hiyləgərliyin harda görürük? Suallar tərtib edir, suallar, yəni göndərir çaparla. Acgözlüyün harda görürük? Yəni kəndləri işğal edir. Bir-bir kəndləri işğal edir. Bu kəndi niyə işğal edə bilmir? Çünki kəndin qocaları dünya görmüş qocalar idi. Hər dəfə xanın hiyləgərcəsinə hazırladığı sualları düzgün taparaq kəndi xilas edirdilər. Ona görə qocaları neynir? Aradan çıxardır baş məsləhətçisinin köməyi ilə. Bu da belə. Bunu da bildik. Sonra biz dedik ki, yəni kənddən qocaların çıxarılmasın xanın baş məsləhətçisi verir və gedirlər kəndə, hərəsi bir qocanın evinə və qocalara nə deyirlər? Deyirlər ki, xan çətinə düşüb və sizin köməyinizə ehtiyacı var. Yəni bərk çətinə düşüb sizin köməyinizə ehtiyacı var. Və qocalar da inanmasalar da, yəni belə könülsüz gedirlər və xan onları zindana saldırır. Sonra kimin vasitəsilə xəbər göndərir? Əlbəttə ki, çaparın nə göndərir? 3 alma göndərir. 3 alma. Deyir, bu almalardan biri 1 illik, biri 2 illik, biri isə 3 illikdir. Yəni tapsınlar. 3 gündə vaxt verir. Çaparla göndərir, 3 gündə vaxt verir. Biri 1 illik, biri 2 illik, biri 3 illikdir. Ondan sonra kim bu sualı tapsa, həmin adam mənim yanıma nə ilə gəlsin? Mənim ən xoşladığım heyvan, ən çox xoşladığım heyvan və elə biri olsun ki, məndən boyca hündür olsun, mən ona aşağıdan yuxarı baxım. Şərtləri bu idi. Çapar bu xəbəri aparır kəndə. Kənddə 3 gün vaxt verir. Və kənddəki cəmaət bu şərtləri hey düşünür, hey fikirləşir, tapa bilmir. Kənddə bir qarının Əhməd adında bir nəvəsi var idi. Bu Əhməd nənəsindən məsləhət alır. Nənəsi deyir ki, kənddə ümumiyyətlə belə soruşur ki, kənddə qoca qalıb, yəni qoca var, yəni ağıllı qoca, dünya görmüş qoca. Nənəsi deyir ki, bir qoca qalıb, yaşı yüzü ötmüş, şikəst olduğuna görə onu xanın adamları aparmayıblar. Və Əhməd yollanır həmin qocanın yanına.
Qoca necədir? Şikəstdir. Şikəst. Gözləri görmür. Yaşı yüzü keçib. Yüzü keçib. Əhməd yollanır həmin qocanın yanına. Qoca soruşur ki, oğlum, məndən nə məsləhət istəyirsən? Əhməd xanın şərtlərini neyinir? Qocaya söylər və ondan kömək istəyir. Qoca neyinir? Qoca ona kömək edir, məsləhət verir. Amma bir sualın cavabın qoca demir. Deyir, o xanın xoşladığı heyvanı sən özün şəhərə birtəhər daxil olub oradan öyrənməlisən. Hansı sualı demək xan, daha doğrusu qoca demir, xanın xoşladığı heyvanı demir. Sonra Əhməd çıxır çölə, görür ki, bir qarı çör-çöp yığır. Qarı kimdir? Şikəst qocanın bacısı. Testlərdə verilə bilər ki, anası və yaxud da həyat yoldaşı. Xeyr, qocanın bacısıdır. Çör-çöp yığır. Deyir, neyinirsən? Qarıya səslənir. Deyir, odunumuz qutarıb, çör-çöp yığıram. Neyinir? Əhməd neyinir? Qarıdan balta alır, bir də çatı alır. Balta və çatı. Çatı nədir? Çatı qıldan hörülmüş kəndir. Bərk kəndir. Yəni çatı. Və bu balta ilə çatını götürür, gedir meşəyə və bir şələ odun yığıb gətirir qocanın həyətinə tökür və çıxır gedir. Gedir xanın şəhərinə girmək istəyir. Girə bilmir. Görür şahın yəni şəhərdən kənarda qoyun sürüsü var. Xanın qoyun sürüsü. Gəlir öz kəndin çobanlarının yanına. Bütün olanları ona danışır və ondan bir qoçun dərisini istəyir. Çoban canla başla. Bax, buradakı qoçun dərisini aldığı çoban, qoçun dərisini aldığı çoban öz kəndlərinin çobanı idi. Öz kəndinin çobanı idi. Bunu yadınızda saxlayın. Öz kəndlərinin çobanı idi. Xanın çobanı deyildi. Kəndin çobanı da canla başla qoçun birin kəsir, başı qarışıq dərisini verir Əhmədə. Əhməd onu tez neyinir? Dəsmala bükür, aparır, çatana yaxın onu geyinir, qoyunların arasına girir və görür ki, çoban oturub. Tez yenə çıxardır, bükür, dəsmala qoyur, yaxınlaşır çobana. Çobanın yanında görür ki, bir keçi var. Bəzəkli, bəzəyiblər həmin keçini. Üstünə zər, nə bilim, hər şey. Keçi başdan ayağa bəzənmiş formada. Soruşur ki, bu keçi bu cür niyədir? Yəni, belə niyə bəzəmisiz? Çoban deyir ki, yəqin sən buralı deyilsən. Əhməd tez özünü itirmədən deyir ki,
Yox, mən bu şəhərdənəm. Sadəcə məni nənəm çox çölə bayıra qoymur. Ona görə də yəqin ki, bu keçini görməmişəm. Çoban deyir ki, bu keçini bu şəhərdə görməyən, bilməyən yoxdur. Əhməd də deyir ki, mən nənəm qoymayıb, görməmişəm. Deyir, yaxşı, onda bil agah ol, çoban deyir. Bil agah ol, bu keçi şahın balacaqdan xoşladığı, yəni heyvandır. Şahın, daha doğrusu xanın xoşladığı heyvan. Aha, bunu öyrənən kimi Əhməd çox sevinir. Sevindiyindən yerə göyə sığmır. Əhməd qayıdır kəndlərinə. Qayıdır və camaatdan bir dəvə istəyir. Camaat bunun bu hərəkətinə, yəni gülür. Deyir, mənə bir dəvə verin. Dəvə istəyir. Camaatdan dəvə. Sual düşə bilər. Camaatdan nə istəyir? Dəvə istəyir. Deyir, siz mənə dəvəni verin. Mən gedəcəm xanın sarayına, xanın yanına. Kəndi xanın işğalından qurtaracam. Camaat gülür. Amma Əhməd nə deyir? Deyir, mən xandan qorxmuram. Gedəcəm. Camaat da əli qoynunda tapmayıblar şahın xanın sualların və əlacsız bir dəvə tapıb mindirirlər Əhmədi, salırlar yola. Əhməd neynir? Gedir xanın hüzuruna. Xanın hüzuruna. Xanın hüzuruna gedir. Xan nə görsə yaxşıdır. Görür bir uşaq dəvədə gəlir, yanında keçi, görən kimi qəzəblənir. Deyir, sualın birini tapıb. Keçini görən kimi deyir, sualın birini tapıblar. Nəsə, yaxınlaşır, deyir, o birlərə baxaq görək. Bəlkə o birlər yəni tapılmayıb. Gəlir, deyir Əhmədə ki, mən demişdim ki, elə adam gəlsin ki, məndən boyca hündür olsun. Əhməd deyir, mən sizdən dəvənin üstündə boyca hündürəm. Deyir, axı sən düşəndə yerə mənim qıçımdan aşağı olasan. Deyir, yox, mən kim deyir ki, mən yerə düşəcəm. Görür ki, xan deyir ki, hə. Əhməd necədir? Hazır cavabdır. Hazır cavab. Hazır cavabdır. Əhməd belə şərt qoyur. Deyir ki, mən bütün sualların cavabını verəcəm. Amma meydana camaatı yığmalısan. Camaatı yığmalısan. Mən camaatın yanında sualların cavabını söyləyəcəm. Yoxsa söyləmirəm. Yəni söyləsəm siz kəndimizə toxunmayasınız və zindana saldığınız qocaları da oradan çıxarasınız. Xan nə deyir? Deyir, almaların sirrini düz deyə bilməsəm, mən də boynunu vurduracağam. Razılaşırlar, bir-birinin şərtini qəbul edirlər. Neynirlər? Bir-birinin şərtini qəbul edirlər. Kim? Xan, bir də Əhməd. Camaat toplanır meydana, Əhməd gəlir. Almaların, demək sirrin deyir. Deyir, bax, ən şirəli bir illik alma suyun dibinə batandır. Çünki o şirəlidir, ağırdır. Ortada qalan suyun ortasında.
Nədir o? 2 illikdir. Yəni suyu tam qurumayıb. Suyun üzərində qalanı isə 3 illikdir. Onun suyu quruyub. Artıq camaat, xanın adamları Əhmədin bu cavablarına heyrət içində, cavabın heyrət içində izləyirlər və xan əlacsız qalır. Xan əlacsız qalır. Niyə? Çünki istəyir fikrindən dönsün. Xan istəyir ki, fikrindən dönsün. Amma neynir? Dönə bilmir. Çünki o meydandaydı. Meydanda camaat toplaşıb və o öz fikrindən dönsəydi, şərtlərə əməl eləməsəydi, camaatın gözündən düşəcəkdi. Yəni camaatın hörməti itirəcəkdi. Ona görə əlacsız qalır, qocaları zindandan çıxarır. Əhməd də neynir? Qocaları götürür, kəndini xilas edir və bu şad xəbəri camaata çatdırır. Camaat da neynir? Ona kəndə çatanda onu qarşılayır, afərin deyib alqış edir. Və bayaq demişdim ki, özünə məxsus sonluqla bitir. Göydən 3 alma düşür. Biri nağıl söyləyənin, biri məsləhət verən qocanın, biri Əhmədin. Bax bu qədər. Əsas burada fikir verəcəyiniz məqam nədir? Ağıllı uşaqla Əhmədlə ədəbiyyatda digər bir obrazın oxşarlığı. O da hansı obrazdır? Demək, Basat. Basatın Təpəgözü öldürdüyü boyda Basat. Basatla Əhmədin bir-birinin ortaq cəhətləri var. Demək, Əhməd də düşmən tərəfə tək gedir, Basat da. Sonra Əhməd də qocalardan məsləhət alır, Basat da. Əhməd də heyvan dərisindən istifadə edir, Basat da. Basat Təpəgözü çaşdırmaqdan ötürü qoyunların arasına girib, çıxmaqdan ötürü qoyun dərisinə girir. Əhməd də qoyun dərisindən istifadə edir. Basat orada məsəl üçün qocalar var idi, yemək bişirən qocaları. Onları xilas edir, yəni qurtarır da, öldürür Təpəgözü. Qocalar xilas olur. Əhməddə də qocalar xilas olur. Sonra Basat da yaşadığı ərazini, yeri təhlükədən qurtarır. Əhməd də yaşadığı kəndi xilas edir. Basat da öz ağlı, fərasəti ilə düşməndən, yəni Təpəgözdən xilas olur. Əhməd də öz ağlı və fərasəti ilə düşməndən xilas olur. Yəni burada güc rol oynamır. Bunlar öz ağılları ilə düşmənə qalib gəlirlər. Yəni bu qədər.